Salam ərz edirəm sizə. Bu yer ki görürsünüz, buranın mənədir Sardı. Kəndin adı Sardı. Şəbistərin Sofiyan bəxşinə tabi olan bir kətdir. Gözəl bağı var, gözəl bağatı var. Müntaha da qışdır. Gəlibdir, qardır. Hər yer indi nə mənədir? Qardır. Müntaha gəzməli dolanmalı bir yerdir. İnşallah buranı sizi tanış eləyəcək. Gəlirsiniz, gelirsiniz. Nə mənədir? Sizi tutsun. Bu uşaqların bir filmin tutsun əvvəldə. Qəşək, qəşək, yavaş, aram. Qəşək. Uşaqlar, siz dayanın burada. Mən bir gedim bir çörək pişirirlər, oraya bir başvırım. Yerə saman töküblər, yağçı görüblər. Fikir eləyiblər də, ayaq getməsin. Buna yəni duz tökmə, duz yoxdur işte, duz yoxdur. Bəli, saman tökürlər ki, yer züyməsin. Ön deyirlər, tərbizdə duz tapılmır o xiyavanlara səpbəyə. Deyirlər, yoxdur. Deyim də oradan deyirlər, deyim niyə? Deyim, dəryaçı vurmayan duzunu vurun maşına, gətirin, atın oradan. Pul verməyəcəksiniz. Allah qururdub deyə Allah salam eləyişim. Necəsiniz? Yaxçısınız, hamınız? Yaxçısınız? Ya Allah, ya Allah. Salam eləyişim. Şefiz necədir? Nənə, necəsiniz? Yaxçısınız inşallah. Əhvalat yaxçıdır. Qızım, güzəşdir. Hayır, rahatçılıq. Necəsiniz? Ya Allah, ya Allah. Əyləşin. Mən istəməz, mən rahatam, istəməz. Allah köməyiniz olsun, istəməz. Yaxçısınız, nə var, nə yox? Təndirin yandırmıyor bu? Yox, yandırmaz. Deyirəm, ya bir yandırar da bunu. Yox, elə cüzval yandırıb da istəyinir. Qoy, istini hədərə verməyək gerək. Nənə, siz oxluğunla vurmazsınız çörəyə, beləsini yaymazsınız. Oxluğunla o bir kətlərdə əl ilə vurursunuz. İndi bu nə mən olacaqdı? İndi lavaş ol. O papadır yağ onlara da. Nənə, o bundan fərqi var. O nə mənədir? Bu indi papadır yağ. Aha, papi, buna da lavaş yeyirsiniz də. Aha, Allah səlamət eləsin, sağ olasınız. Pataydı yəsən olar. Sonra onun da ki, elə şəhər unudur. Kənd unudur. Öz kəndinizin üçün. Yəni özünüz əkisiniz, özünüz biçisiniz, özünüz dartısınız, özünüz yeyirsiniz. Bəli. Da buna minnət yoxdur, bəs tamaşaçılarımız. Baxın bir, deyərlər, zindecanlıqda minnət yoxdur. Yəni, məsələn, bir günlər gələsən, oturasan, filan zadı versin. Çayımızı ver, dövlət, çörəmizi ver, o da məsələn, hələ bir minnət eləyək, sizə hələ məsələn, bir belə də pul veririk. Özləri zəhmət çəkirlər, özləri əkirlər, özləri biçirlər. Bu mənəmizdə, bacısının kefiz necədir? Yaxçısın inşallah, Allah hifz eləsin. Eşitdim, şurasınız, hə? Bunun zəhmətli özü saxlayasınız, çörəyə sonra hələ işlərsiniz. Kəndin şurasısınız? Bəli, cazasınız. Allah sizi hifz eləsin, səlamət olasınız. İstəyirəm buyurasınız ki, nə əcəb şuraya yazıldınız, məsələn, kət yerinə demədilər ki, ay bacı, sən nə yazılsın şura filan, elə əlaqəz var idi, ya nə illətə yazıldınız məsələn? Əlaqəm çoxdur, məsələn, xidmət eləməyə. Mən həm bu kənd həm Behvərziyəm, Xaniyə Behtaşda 20 il xidmət eləmişəm. Elə bu kətdir sizdə əsliyətsiz buralıdır. Bəli. Böyle ona xatir məsələn görürəm təhbih vərz olmağından elə bilmirəm məsələn buranın müşkilatını qabağa həll eləməyinə köməklik edirəm. Ona qədər şuralığa da yazılmış ki, bəlkə məsələn elə bilirəm məsələn. Elhamdülillah. Müşkilatını buranın həll eləməyinə köməklik eləyəm. Bəli, Allah razı olmasın. Çox sağ olasınız. Çox məmnun. Sonra ev eşiyi işlərindən nə görürsünüz? İndi məsələn həm şurasınız, həm behvərzisiniz. Məsələn çörək yapmağa, şam bişirməyə, nahar bişirməyə vaxt tapırsınız ya ki xeyr? Yox, bərnamərizi niyə elə bilirəm? Məsələn, o bərnamərizi eləmişəm, məsələn, o saatdaş, məsələn, cəbhə ehtiyacda olan, o saatdaş, məsələn, mərdumlar, məsələn, xidmətində olan hər mövqə gəldə gecə oldu, gündüz oldu, bizə fərq eləməz. Xidmət eləməyə fərq eləməz, gecə oldu, gündüz oldu. Və evimizin işinin xülasə ağam, ya məsələn, uşaqlar köməklik eləyirlər, yer verə eləyirik. Bəli, çox sağ olasınız. Allah azalmasın. Nənə, görürəm burada bir dənə bir daş vardı, hə? Ona nə deyirsiniz özünüzdə? Əl daşı, bəli. Əl daşı deyirlər, hə? Bəli. Yaxşı. Bu əl daşında nə dartarlar, nə inərlər? Onda noxud daytayıq, buğda yayma daytayıq, bəli, pəş daytayıq, duz daytayıq. Duz. Duzu da artıq gəziyə vurursunuz ya məsələn? Gəziyə, xəmiyə, bəli. Çox qəşəng. Elə bəs külli iş görürsünüz də o daşını. Bəli, həm sayalay da gələylə daytay bu. Qədim daşdır ya təzə düzəldi? Bəli, qədimdir. Üstəki ilə bir töhmə daşdır, otdakı qədim daşdır. Üstəki ilə aşağıdakı fərqi var. Çox sağ olasınız, çox var olasınız.
Ha, gəl Şalbayı. Ay sağ ol, sağ ol. Ay sağ ol. Əllər armasın. Əllər armasın, sağ olasın. Allah. Yəni onlardan mı gizləşəndən bir iki dənə var o çüküyə? Ha, o çüküyə bir iki dənə var. Yeyək. Amma bu, ya Allah qəşəhdir. Pəndirlə bunlar yapışarlar. Papi əziz tamaşaçılarımız, mən bir tozih verim. Papi əzləhazı elmi türkü həmən çörəkdir. Çörəkdir, pəndirlə də yapışar. Yəni siz əgər istəyəsiniz imdəcanlıqdan ləzzət aparasınız, belə çörəklə pəndir yeyəsiniz. Bəli, əziz tamaşaçılarımız, buranı görürsünüz bir dənə evdir. Ərz olsun xidmətçiyə ki, bir atamız burada yaşayır ki, övladları da cəng zamanında şəhid olubdur. Gəlmişdik söhbət edək, ya da namaz qılırlar, inşallah çıxıb gələrlər. Bunlar da kəndin ahalısıdırlar, ağsaqqallardılar, möhtəmətlərdirlər. Hə, əmin necəsiniz? Sağ olasın. Yaxşısın inşallah. Salamat olasın. Bura kimin evidir? Bura Hacı Rəsul ehtirafının evidir. Hacı Rəsul ehtirafı. Aha, oğlu neçə dənə vardı Hacı Rəsulun? 6 dənə. Ha, biri şəhid olub, 5-i qalır. Bəli. Allah qalanlar hifz eləsin, şəhidə rəhmət eləsin. Neçə il bundan qabaq şəhid olub? Mən fikrimdə 60 də neçəydi? Sərbaz yoldaşısan, gəl oxuna. Ha, gəl bura, gəl oxuna Sərbaz yoldaşı. Aha, bahəm bir xidmət edirdik. Bəli. Bir yaşdaydınız. Bəli. 1300 neçəsiz? 38. 1338. Bəli. Sağlı neçədə? Sərbazıdınız da? Sərbazıdıq, bəli. Aha, sərbazıdınız. Bir yol, harda şəhid oldu? Bu Xurram şəhərində də şələmsə var, məntəqə şələmsə vardı. Əməliyyatı Beytülmüqəddəsdə şəhid oldu. Aha, orada şəhid oldu. Bəli. İkiz biz getmişsiniz elə, Bəli, bir gündə Bahamad. çıxmışsınız. Burada elə bəli də Aha, Hacı Rəsul gətirin biraz bura istidir, yaxçıdır. Ya Allah, salam aleyküm. Hacı Rəsul əmi, keyfin necədir? Yaxçısın inşallah, əhvalat yaxçısı. Allah ifşələsin, gəl burada, gəl burada Hacı. Ha, yol. Hacı əmi, gəl ucunda, gəl ucunda qəşək özü ver bir günə. Ay sağ ol, ay sağ ol. Ha. Yol. Siz indi neyiniz burada çət yerində? İşiniz Burada işimiz şaşavardı. Əkinçilikdir. Bəli də, şaşavardı işinə baxaq. Allah sizə səlamət eləsin. Əmi, nə durursan Hacı Rəsul əmi? Namaz qılırdın, hə? Elhamdülillah. Namaz qılırdın içəridə. Namaz qılırdım da. Allah oruç namazı qəbul eləsin inşallah. Əmi, hərdən bizlərə də bir dua eləyin. Namaz üstündə bizlərə də bir dua eləyin. Baş üstə eləyirəm də. Elə əziz tamaşaçılarımızı indi bizim Gücüm çatan. olar ki, baxırlar bərnaməmizə çox indi mərizdir, çoxu boşludur. Bəli, Hərə bir dərdləri da, onları özünüz Bəli. elə inşallah namaz üstündə bir dua eləyin. baş üstə. Axı o deyərlər, yaxçı insanların duaları tez baş olar. Onlar şey, ürəkləri paydır, həlal çörəkdən böyüyüblər, onların duaları tez qəbul olar. İnşallah elə heç dostlarımızı duadan, yaddan çıxartmayın. Həmin o oğlunuz ki şəhid oldu, adı nə mənə idi? Musa ehtiraf. Aha, Amusa. Amusa o 5 oğlunuzun hangisi idi? Lap kiçiyi idi, lap böyüyü idi. 6 idi, 6'sı. Aha, 6 idi. 6'sının yap əvvəliydi. Aha, lap böyük oğlan. Lap böyük idi, Lap ha, böyük lap oğlan. böyük idi, Allah bəli. rəhmət eləsin. Allah ruhun şad eləsin. Ən tamaşaçılarımız, mən bunu hər yerdə deyərəm. Biz gərək bir iş görək ki, şəhidlərin qanı arada getməyə. Həqiqət. Söz budur. Bunlar o zamanki gediblər, o deyərlər, candan da şirin hersat yoxdur. Yəni, hersatını əvəzləmək olmur. Bunların gərək biz yolun elə bir cür gedək ki, sabahlar o dünyada deməyərlər ki, biz getdik. Məsələn, Məlməşətə aramış yaratdıq, siz yaxçı saxlamadınız. Onların cavabları və hesab olan yanında cavab olsun deməyə. Allah rəhmət eləsin. İstədik fəqət bir yad eləyək, bir keyfici soruşaq. Çox-çox sağ olasınız. Allah sizi deyib eləsin. Səlamət olasın. Baxın ora bir əksimiz düşsün. Hacı əmi, bax ora bir. Kəndim bura çaydır. Sar kəndinin çaydır, qəşəng gedir. Bəli, bu su həmişə belə olmur, o cürdür. Həmişə belə olur. Yox, bağlara gedəndə belə olur. Bağlara gedəndə də onda su olmur, su az olur.
Və ayrı zamanlar qəşəng buzur gedir, gəlir, qəşəng sudur. Çox da duru sudur. İstifadə edirlər. Hala bir müşkülat var, sonra işarəmiz olacaq, danışacaq o barədə, işim yox. Çalbay, keyfiz necədir? Allah ömür versin. Yaxşısın inşallah. Allah razı olsun. Deyirlər şeir başarırsın geçəyə. Diyarım kəlməni. Ha, deyin olsun, deyin. A Məhərrəm, gəlin Canım sizə buradadır. söyləyim. Aha, Kəndimizin çay kənarı gözəldir. bəh, bəh. Yay fəslində gələr əziz qonağı. Mehman gələn qonaqları gözəldir. Bəh, bəh. Gül çiçək dərmağa çıxar qonaqlar. Deyirlər gəzməlidir əcəb bu bağlar. Bir-birindən sərin-sərin bulaqlar. Bu bağların bulaqları gözəldir. Bəh, bəh. Qabağından çaylar, sular axırı. Kəpəz dağı qıblagahə baxırı. Zimistanda əlvan həna yaxırı. O fəslidə yağan qarı gözəldir. Bəh, bəh. Hər yerdə deyilən adı ilə sanı var. Anlayan, düşünən, mərfətli insanı var. Gözəllikdə hamısı Yusifi Kənan. Şəsti bəstə, cavan narı gözəldir. Zəhmət çəkən Məhərrəm də gözəldir. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Təşviq elən, təşviq elən, təşviq elən. Maşallah, maşallah. Hadi Cənab, siz gəlin biraz yoxuna. Ha, gəl yoxuna. Deyirlər sizdə yaxçı səsiz var, ha? Yox baba. Ha? Ah, dedilər. Bu dünyanı dost tutanlar can içində cana bax. Biz ki ibrət eyləmirik, bikəmal insana bax. Gönül verəndə icazə qəbristana seyr ilə, əriyib nazik bədənlər xak olub yeşsana bax. Ha. Kufə əhli bir həyalər ağatdı Zeynəb başın, din yolunda cəfa çəkdi, verdi yetdi qardaşın. Şamə əsir gedən zaman axtarırdı sırdaşın, kəhvayasını oxuyurdu Neyzədə Qur'ana bax. Gəl biçarə babam insan bu dünyada artına, bir gün olar qoyacaqlar şəmsiz dirəhsiz dama. Ha. Günahkarı yandırarlar, döndürərlər insana, bizi yoxdan xəlq edən yazdığı fərmana bax. Tamaşaçılarımız, bu yer ki oturmuşuq Sar kəndinin qəfəxanasıdır. Elə bir kəndin əhalisi gəlirlər, otururlar burada, qəşəng söhbət edirlər. Da qədim yer yoxdur ki, kürsü yoxdur ki, yeyib otursunlar orada. İndi də zaman fərq eləyib, bəzi tamaşaçılarımız. İndi də bizir olub ki, birinin evini 2 gün geçsən dalbadal, ha? Görürsən olmur da halı çəkmir, hövzələsi çəkmir, biri tez yatır, biri bevaq yatır. Biri istəyir seriala baxsın, biri bərnaməyə bizim kəndə baxır. Görürsən qonşu gəlib baxır, bərnaməyə bizim kəndə görmür, narahat olur. Nə edirlər? Məsələn, darıxanda gəlirlər, otururlar burada. Qəfədir, qəşək. Odun pıncı var. Qardaş, bu pıncı bir qala cinən biraz. Bu pıncı bir qala. Ha, bu da çaydır, yax. Biləsə vermə, çaylar vermə, çay vermə, tut ora. Tut ora bir filmə düşün. Görürsən, əz tamaşaçısın, mən bunu deyim. Bu məharət istəyir. Neçə dənə çaydır, qardaş o? Məşə məcid o neçə dənədir? Gəl qabağa bir, gəl qabağa, yerə salma. Bax ora, yox. O neçə dənə çaydır? 10 dənə. 10 dənə çaydır. Neçə zəhmət apardı bu çayları bir-birinin üzrə düzə bildi? 3-4 il apardı da. 3-4 il apardı, bəli. Bu da bir dənə bir hünərdir. Çaylar ver, məşə məcid çaylar ver. Ay sağ ol. Əziz tamaşaçılarımız, bu da hünərdir. Mən 2 çayı bir yerdə görsəm, ya birini sallam yerə, ya da ki, birini görürsən ki, istiyansındır. Bəli, hələ. Bu da budur, yaxdır. Ona arz edirdim ki, yığışırlar burada, indi burada cavan gəlir, qoca gəlir, biri traktorçudur, biri istiqlalçıdır. İstiqlal vurublar o tərəfə, traktor bu tərəfdə. Yəni, hərə bir tərəfdə. İstiqlallar oturur o tərəfdə, traktorçu oturur bu tərəfdə. Ona görə bu tərəfdə mizləri həmişə dolu olur, vaqiyyətdə. İnşallah ki, yoldaşlarımız bu mizləri bir yer çox alsın, traktorçular. Çox, yaxçı. Əmi keyfin necədir? Səlamət. Yaxçısınız? Əmi sizin keyfiniz necədir? Səlamət olsun. Xoş gəlmisiniz. Hə, olsun bir gün qoyaraq gizlinlə yeyərik. Bunların armı var, sabah deyərlərə təbliğat qışından. Hə, əmi bu cavanlar indi məsələn baxırlar top azada. Qədim biz top oynayanda məsələn topdan danışanda
dədəmiz deyinərdi bizə. Yəni Hacı Mahmud deyərdi, dərs oxar. Özü bir günə çıxardın. Top nə oynayırsan, aralıqda nə qədər top oynayarsın. Oynamadıq, hala bizdə. Siz deyinərsiniz, cavanlar indi topsa da oynayanda deyinərsiniz. Yox, deyinmərək. İndi qışdı oynamırlar, yazda giderlər lança top. Məsələn, traktorazada baxanda, topa baxanda heç bir deyərsən durub uşaq vuracağım cin gətirəsən, ya deməsin. Xeyr, deyinmərək. Aha, yox. Siz nə cürdür? Siz gərək topçu olardınız, ya... Xeyr, mən əvvəl axı top oynamadım. Oradan, sən əlbət topçu olsaydın, elə belə baxsaydın, görsən, top atıb yerə qaçır. Siz topçusunuz? Bəli, biz uşaqlıqdan top oynadıq. Amma sonra top meydanımızı əlimizdən aldılar. Getdim mən ayı 6 il anıdan bir dənə borduzel aldım ay Məhərrəm. Ay Məhəmmədzadə, gəldik burada bir dənə top meydanı düzəldik. Vəli amma kəndimizin bir dənə böyük müşkülü budur ki, bizim kəndimizdə cavan var, hamısı bekardır. Cavan. Fəşdə oxuyurlar, fəşdəki indi pula getmir. Yazda gedirlər Sofiyan meydanda karıgərçiliğə, orada müntəzir olurlar ki, Güney mahalın əhli gəlsin, bunlar aparsın işə. Sofiyanın kullu, caddanın qıraqları, hamısı karxanadır, bevicə, şəhrəki sərmayəguzarı xarici. Bəli. Cənab ağay bəxşidar, bizim də bu cavanlarımıza bir fikr elər. Gedirlər Təbrizdən, Niru gətirlər, orada istihdam eləyirlər. İşlədirlər. Nə olar bizim bu kəndimizdən bir 20 nəfər cavan aparalı istihdam edirlər. Bəli, inşallah əziz məsullar ki, baxırlar bərnaməyə. Bu müşkülü də həllə salarlar, kəndin cavanı çoxdur, gedir. Bir yol. Əmi, istəyirəm buyurasınız ki, bu qəfiyə ki, gəlirsiniz, axşamlar otursun. Nədir? O siqnalı nə çalsa? Bilmirsən, bimarsın, qabağında siqnal çal, ya da bimarsın. O yazmışdı. Mən sənin cəhəzində oturursunuz burada. Danışırsınız. Söhbətiniz nədən olur? Əsas nədən danışarsınız? Qədimdən danışarsınız. Qadımı sözlərdən çox danışır. Bir də elə bu suyumuz ki, bizim yayda görməz. Ondan olur. O müşkülatdır. Onu məsələn bir gün danışarsa ayrı. O ayrı. O inşallah deyəcək. Amma qəfənin söhbəti nədən olur? Məmulan oturanda məsələn deyərsiniz, gördün heç filan kəs bildirir heç zad yoxdur bu illər nə qədər qazandı. Ya məsələn bu cür sözlər olar. Ya xeyr. Deyərsiniz ki, olan elə bir filan kəsin əli bir əzəşağı olub, görək ona bir kömək getirir. Belə sözlərdən də çoxlar, ya xeyr. Onlar bəli, o söhbətlərdən olar, qəşəng söhbət elə. Salam əleyküm. Nənə, çeviz necədir? Yaxçısınız inşallah. Allah köməyiniz olsun, ya Allah, ya Allah. Allah hifz eləsin, əyləsin, elə oturun, güzəş gələnə də baş maqsad çıxartmağa. Macal yoxdur, elə beləsi otururum. Baş maqsad çıxartmağa. Nə var, nə yox? Nənə, çevin yaxçıdır. Allah sizi hifz eləsin. Səlamət eləsin. Neyiniz, neynəmişsiniz burada? Vaxt da, çörəkdən zaten pişirirlər. Çörək pişirirlər? Qız gəlinlər pişirir, siz də baxırsınız? Bəli, da, bizim günümüz. Örgədirsiniz də bunlar ki, neynə? Bəli, bizdən yaxşı işçilir. Nən, indi onlar nə pişirirlər orada? Yağzat vırıblar ona qəşək orada. O çöməşdir. Çöməşdir? Çöməş həmən fətir olur, ya fərqli bizə də olur bu? Yox, elə həmən xəmirdən olur. Fətir. Bunu təndirə yapacaqlar. Salata təndirin tərçindən də. Təşdə. Təşdə pişirirlər. Yox, qoymuş, putluğun ağzına qoyacaq. Onun üstündə pişəcək, götəcək, qoyacaq. Bu qəşək, bu kömək şəhər samaşaçılarımız mənim əvvəlimdir görürəm indi. Mən indi deyəcəm, çomaş görməmişdim pişirmə. Bu da ki, küncütdür. Nənə, küncüt də vuracaqsınız, bacı? Yox, biz o küncüt uymaq zəyyəkdir. Bu zəyrəkdir? Yaxşı. Bacı, görürüm o bir dənə əlinizdə qıyıqdır, iynədir. Nə mənədir o? Qıyıqdır. Yox, iynədir, bundan dəli havası çıxsın. O da bir dənə elmidir, havisən. Elmi fizikdir bu. Yəni onu orada vurmasan, görərsən çomaş şişli bu geçəkdə oldu. Nənə, o yumurta vururdunuz ona, o yumurtadır, vururdunuz. Biz ənədə ondan vurur, ya çox olar? Çox olar. O yumurtanı şimdi vurursunuz, o neyiniz, elə o cür qalacaq? Ayısını yapıq da. Yox, bilirəm, indi o yumurta elə o cür qalacaq. Yayın da onu yayın, əli onunla yayın nənə. Bacı, bu birisi nə mənədir orada görürəm? O, rəhdir. Çomaş rəngidir də. Bəli, tıxacaq yapışdı, yamçıdan yapışdı. O sən elə o cür tənzim məsajından əllərini ağrımasın. Sonra əziz tamaşaçılarımız, şayət məsələn bizdən soruşasınız ki, ay vallahi nə xəbər dağ eləmiş Mərrəm əmi? Hər yerə gedir, təndirzat görsədir, bu çörək falan. Sənin şansın qəşəng şansıdır da məhəyəm. Şansım yaxşıdır. Şansından da əlhəmdülillah. Allah hamının şansını yaxşı eləsin. 3-4 zatda şansım qəşəng gətiribdir. Bir yol əllər ağrımasın, bir elə bu uruzumdur. Bir əzdə çoxdur. Ərz olsun, əziz tamaşaçılarımız, biz buna görə bunları görsədirik təndirə. Bunların noğları fərqlidir.
Yəni siz indi İranın hansı kəndinə gedəsiniz, Təbrizin, Azərbaycanın hansı kəndinə gedəsiniz, siz bu çörəyin tayını neynərsiniz, tapanmazsınız. Şəbəkəyə yetkidə indi bir fikir olsa, gələ buranın adresini Lələşbəndədən soruşar, deyəməşəm Ərəm əmi, qoy gedək oradan biz də götürək. Milli televizyondan da pəxş eləyək şəbəkə bizdən. Görsünlər ki, nə çörəklər pişir bu Azərbaycan. İndi qoyacağım tandayda pişireyim. Ha, indi bu pişincində nə nəbi? Oturacağım, baxam bunu filmlə. Çəllərin aşağısını kəsiblər, hər tamaşaçılarımız. Bax bir. Hə, Aysa, o çay da qoyun burada, çay da gəldi, hər tamaşaçılarımız. Çay da gəldi. Hə, orada bir dənə çəllək var, 17 kiloluq yağ qapağı. O üzbücünü kəsiblər. Görsən nə qızarır. Aha. Bunu aynən deyərlər qədimdən hər kəs, onu da belə bir aynən qədimdən də otu biraz deşim öz qabağıma. Mən otu öz qabağıma deşmədim, biraz elə bil dalı qalmışam. Qoy biraz da otu deşim öz qabağıma. Yavaşca. Nənə, muvazib ol, aynən muvazib ol, xətərlik oldu. Yox elə. Deyirsən mən qoyub, aynən muvazib ol. Yax, aha, Ayşə. Ağzını tut orada qoy qızarsın. Ağzını tutaraq ver mənə, ver mənə. Yax. Təmşət. Aynən bunu qoysunuz, belə qoyarsınız, yox. Bəli, yox. Yaxçı, O çayları yaxçı. Hər tamaşaçılar, hər olsun xidmətçilər, biz bir dənə bərnaməyə bir çay çək. Bir dənə bir çay çək, çörək yeməyirik, heç nə deyil, bir dənə çay çək. Ta o pişincə gördüm. Hər tamaşaçılarımız gəldi o yerdəki kəndin əhalisi. Deyirlər ki, müşkülümüz var. Müşkül nə mənədir? İndi siz öz dillərindən eşitsək, görək nə mənədir. Hər olsun ki, hər tamaşaçılarımız, bəzi kətlər vardır, yer çoxdur. Məsələn deyirəm, görürsən bir dənə ev buradadır, biri oradadır. 20 dənə də yer elə boşdur. Bəli, bəzi kətlər var, məsələn, Sarışmışən. Görürsən cavan, indi bunlar görürsən, məsələn, kim tez evlənəcək, yalın qozlasın, tez evlənənlərdən biri, yaxşı yapılar. Məsələn, bu cavan sabah evlənəcək, olsun yaxına, nə edin? Bu cavan sabah evlənəcək, buraya, bu da filmin düşsün. Sabah evləndi, məsələn, soruşum kim əlin qozlayacaq. Bu indi evləndi, buna yer lazımdır, zindecanlıq lazımdır. Kətdə də yer yoxdur, yaxşı? Kətdə də ki, yer yoxdur, neynir? Cavandır, gəlir, məsələn, neyniyim, neynəmiyim? Buna məsələn deyirlər xaricəz məhduda tikənməsi. Yəni kətdən bir 50 metr o təfriq tiksən, suyun yox, qazın yox, bərqin yox, imkanatı, dövlətin yox. Mən ki, baxıram, görürəm, dalısı dağdır, qayadır, kirandır. Bu tərəflərdə bağ-bağatdırlar. Məsələn, eləyə bilərlər, hət təyin eləsin, desinlər, buracan da tiksəz elə, bizzət yoxdur. Hələ bunlarda məsələn, çoxu deyir, tirin bərqin verir, lülənin pulun verir. Hər halda, inşallah, əzim məsulların təvəccühları çox olar. Dəvət eləmiş yay bəxşirdə, necə cələsələr vardı. Dedi, qutulsam, tez qutulsam, gələcəm. Beva qutulsam da siz yeyibsiz, mən də inşallah ayrı yerdə xidmətçi olacağım. O cüzdə ay Cöhəri. Dedi cələsəmiz var. Bəli, cələsələr var. Tez qutulsam gələcəm. Buyurdu ki, tez qutulsam gəlirəm xidmətinizə. Tez qutulmasam mənə güzəşdirin. Bəli, inşallah. Xidmətinizdə olur. İnşallah. İnşallah elə tez qutulacaq gəlirlər. Bu müşkillər burada həll edərik. Ərz olsun ki, Cabay Cöhəri, siz bu kəndin şurasısınız. İstəyirəm buyurasınız ki, bu kəndin əsas çətinliyi nə nədir? Nə mənə bahis olur bu kənddən qarşısında şəhərlərə? Bismillahirrahmanirrahim. Mən əvvəldən aməhərrəm. Bu suyu da ərz edeyim. Xidməti və çünki xəliranı möhtərəmlər ki, bizə çox yaxşılıq ediblər məntəqəmizdə, kullu məntəqəmizdə. Çox köməklik ediblər vaqiən. Ay Qursigil, Hacı Məhəmməd Hüseyin Qursi, Hacı Əli Hüseyin Qursi, Hacı İsmail Qursi. Bunlar ki, bizə çox xidmət ediblər. Hacı Məhərrəm Məhəmmədzadə, o da bəli, əxlaqını ağrımasın. Bunlar Hacı Ay Qursigil, Ay Qursi binisi. Çox zəhmət çəkiblər. Bizim burada bir məscidimiz vardı. Gücümüz yetmirdi. Sağ olsun, xəyrləriniz. 50 milyon hududunda gəldilər, bizə köməklik elədilər. Bizim öz dilimiz, nəfəsimiz açıldı. Allah köməklər olsun. Allah ehsandan qəbul etsin. Hacı Əli Qursigildən, Ay Binizigildən çox təqdiri təşəkkür edirəm. İndi nə illətə görə kətdən qaçırlar? İllətə görə yerimiz yox, yerimiz təngidir. Biri yerdir ki, onu buyurdular. Ələn özün görürsən də çox təngə düşübdür bizim kəndimiz. Yəni
dağ arasındadır. Ya vaqiyyəti heç yerə dəbərlənmir. Millət üçün yer yox, əlaşsız yoxdur, gedə də. Day nə mənədir? Bu işi su? Bir dənə su müşkülümüz var. Müəllim. Təqribən bir ay, 2 ay bundan qabaq Ayə Haşimi, Ərsalan Haşimi, müdiri kullu abi Ustan, Ayə Hacı Amir Tacəddini təşrif gətirə. Gələldə bizə bir balaca məxsən işləyələ. Biz o sudan yağa çoruq çəkməyək. Vaqiyyən gidəkanımız, əriyimiz, ağacıqacımız beynindən gedilir. Gəldilər, onlar da baxdıra, ağalıq elədilər. Təqdiri təşəkkür edirəm, onlardan da, əhalanın tərəfindəndir. Müntəminatı dedi ki, o məxsən yeri ki, münasib deyil. 2 dənə bir çarxamıq, o quyu təqazəsi verdik Hacı Gili. Apardıq elə ustandə xidmətlərinə getdik, orada vermişik, onlar da elə peycirdir. Qərar oldu ki, inşallah Rəhman-Rəhim, əgər bu Urumiyyə dəryasına görə valla elə bir məmnun eləyiblər onlar. Dedilər, biz indi gördük ki, siz elə vaqiyyən müşküldəsiz, biz də əlləşək inşallah bir dənə çarxamıq sizə fikrində olduq ki, bu suuza ya köməklik edir. Sizin burada ağac-qoğacız, qurumaz, çoruq çəkməzsiniz. İnşallah ki, kəndin bütün müşküllər ki vardı, həll olsun. Daha köçən olmasın əziz tamaşaçılarımız, əziz dostlar. Bir dənə əhsi vaxtı, əhsimizi salaq. Baxın oraya əhsi salaq. Hə, əziz tamaşaçılarımız, Hacı Zahra nənə durmuşuq qapıda, biz də soyuqdaydıq. Gəldik həm bir qızışaq, həm də ki gördük cəhrə ərir. Dedilər, qəşəkdə Şeyzad deyir. Cəhrəni mən fikir verirəm əziz tamaşaçılarımız. İndi bu məharətdə cəhrə ərən hər yerdə yoxdur. Ya nənə bir əsə saxla, mən bir nazikliyə bir görürsən. Bax, görürsən bu nazikliyi, nazik, görürsən. Çox qəşəkdir, elə bir dəstgah ərir, çox. Səlqə ilə, qəşək Yunanzadə didibdir, bunlar da yundular, qəşək didibdir. Müşəxxəsdir ki, bu işdə maharət çoxdur. Hacı Zahra nənə, necəsiniz? Keyfiniz yaxşı deyil? Allah köməyiniz olsun. Görürüm, cəhrə ərirsən, hə? Bəli. Yaxşı. Bu cəhrəni neçildi belə ərirsən? Qadim ayaydıq da, bir kili deyirsiniz. İndi cənə bu ildən bu xida gəlib da, kəndə bu cür. Günkü gədi. Nənə, qəşəkdə corabsa doğurdunuz, gördüm mən. Elə corab yunudublar? Xeyr, fəş illərlə bunlar. Fəş eləyirsən. Pəs bir müddət, bax, şoğludur. Bir müddət gəldi, bir müddət moddan düşdü, falan kəs cəhrə ərirsin. İndi bir o gəlib yeni işin. İndi cəhrə ərimə hünərdir, yaxşı. Nənə, o şəhərlərindən 3-4 dənə də əziz tamaşaçılarımız o şəhərdə ha, baxırlar indi sizə. Day mən nə deyəcəm, cəhrə içi kəlmə söz deyəcəm. Ha, deyə, şeir deyəcəm, elə şeir deyin nə mənə. Ay, bəli cəhrə, gəl bir irəli cəhrə. Mən sizinlə ayət edim, neydim əli cəhrə? Nə gediydim, ayaydım, başımı dolandıyaydım. Ay, həndi cəhrə, əyamın bəndi cəhrə. Bu yeydim, sundu yeydim, gəz yeydim, kəndi cəhrə. Hə, sağ ol. Cəhrəcığım talıbdır, əyməmişəm qalıbdır. Cəhrədən alan pullay, sandığımda qalıbdır. Sağ ol, nənə, sağ ol. Mən Hüseynəm, qılıcım, hep səslərəm. Əl-Yəskəri qolum üstə bəslərəm. Düşman gəlsə, əbəlfəzli səslərəm. Ya əbəlfəzəm, bu səni səslər. Mən əbəlfəzəm, qəmə bağlaram. Qılıcı xalxanı yana bağlaram. Düşman gəlsə, 40 bin nəfək doğrar. Gözüm yollarda qalıb, sənsiz günüm qaranıb. Gözüm yollarda qalıb, sənsiz günüm qaranıb. Bu hicranın əlində gün tək rəngim savranıb. Bu hicranın əlində gün tək rəngim savranıb. Əziz tamaşaçılar, anamız var, düşdənədir. Televizyonda pəncərədən baxırdı. Gördüm, dedim, qoyacağım şefin soruşum, görüm neyiniz. Xanım Zannənə? Ha? Xanım Zannənə? O qapını bir aç irəcəsin. Ha, gördüm, oradan pəncərədən baxırdı, yerə düşənmir. Deyim, şefin soruşum, görüm neyiniz, neyinə. Ha, gəl nənə, gəl. 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 Ha, qapını irəcəliyib, gəldim xanımlar elə işlər. Hə? Hə, yaxşı. Aş mənəm, aş. Ya Allah, xanım Zannənə, otura bildin? Ya Allah, otura bildin? Allah köməyin olsun. Bayaq eşikdən baxırdım, pəncərədən gedirdim. Gördün durursan pəncərədə, hə? Baxırdın eşiyə. Eşiyə baxırdım pəncərədən, gördüm. Dedim, gəlin bir şefil soruşum. Neyini sən neynəmsən? Hə?
Mən bilmirdim. Bilmirdin? Elə bir yıxılmışdım hüşüm özümdə də. Hə. Nənə, neçə yaşın vardı? Məni Hə. xala oğlu neçədir? 80 olar? Olar, deyirlər olar. Olar deyir. Şura deyir 80 olar. Ay Cövhər. Ha, nənəm, keçinəcəyin nə cürdür sənin bəs? Keçinəcək yoxdur. Yoxdur? Yox, Aha, görürəm qəza pişirirsən burada. Bir damda yer alıma bax. Yer al. Ağbayaq ət kəsmişlər. O mənim qəzamdır. Ha, yer alma qızard, özün qızardıbsan bunu. Bunu mən Əbil Fəzlabba taqqım onu eləyəm, yeyəm. Ha, keçinəcək. Hə. Dövlət meydanında nə mənə ha, ayağı həndə pılıvi. Onu mən bilim hazır hesab bas göymür. Bu da bax, mənim gözüm budur. Ha, yarana görmür da. Hə. Hə, göymür. Ay Cövhərim, siz bu kənddə olsunuz da, şurasız. Nə cürdür məsələn? Onu da verəyəm, damda var tökürlər. Onu da tökəcək mənə heç də qalmır. Qalmışam elə belə. Nənə, oğladı zadınız yoxdur? Bəli. Uşaq-muşaq zadınız yoxdur? Yox, nə sahabım ölübdür. Sonumda olmadı yerindən. Əhləyəl yoxdur. Əhləyəliz yoxdur? Özünüz... Təkəm bir Allahdır. Allah köməyiniz olsun. Allah sizin özü köməyiniz olsun inşallah. Məndən sizə, sizdən Allaha da görürsünüz. Damda var mı? O da özümə Nənə, məsələn, indi qonşudan, o yandan, bu yandan, məsələn, əti zadı nə cür alarsınız bəs? Bəli. Ət zad nə cür alarsınız? Verməklə. Avtomaydan tap. Pılız olmur alasınız? Dağ dərdim dağ qaldı mənim, tərgüllərim soldu mənim. Könlüm yaman doldu mənim, düşdü oda közə dağlar. Düşdü oda közə dağlar. Zaman dağlar çəkdi mənə, visal döndü aya günə. Səbrim daşdı, dözdüm yenə, çətin kimsə dözə dağlar. Günlər günə kəmənd atır, günlər acı şirin dadır. Ömrüm payız taxtındadır. Siz qalın siz təzə dağlar, heç gəlməyin gözə dağlar.